Rufullayeva Tamara Manaf qızı Azərbaycanın sənaye və ictimai-siyasi həyatında mühüm iz qoymuş, dövrünün fədakar və tanınmış kimyaçısı, ictimai xadimdir. Tamara xanım 1941-ci ilin dekabrında Masallı rayonunun Qızlabar kəndində doğulub. Uşaq yaşlarında atasını itirdiyi üçün çətinliklərlə böyüyüb. Anasına dəstək olmaq üçün erkən yaşlarından kolxoz işlərində çalışıb. 1960-cı ildə həmkəndlisi Tərlan Rufullayev ilə ailə həyatı quraraq sənaye şəhəri olan Sumqayıta köçüb. Bu evlilikdən onların 4 övladı dünyaya gəlib. Sumqayıta gəlişi ilə onun həyatında böyük əmək fəaliyyəti başlayıb. İlk olaraq bir saylı istilik elektrik stansiyasında işləyən Tamara xanım sonradan daxili enerjisi və böyük marağı sayəsində sənayenin nəbzi hesab olunan Əzbəyev adına Sumqayıt Kimya İstehsalat Birliyinə keçib. İşinə olan bağlılığı və yüksək fəallığı səbəbindən o hər il sənaye sahəsində keçirilən sosializm yarışı və 5 illiklərin qalibi olub. Çalışdığı kollektivdə nümunəvi işçi kimi tanınıb. Uğurlu əmək fəaliyyəti onu qısa zamanda ictimai-siyasi arenaya da daşıyıb. Tamara xanım ardıcıl olaraq 5 dəfə Sumqayıt şəhər sovetinə deputat, 5 dəfə Sumqayıt şəhər partiya komitəsinin üzvü seçilib. Azərbaycan Komünist Partiyasının 29-cu qurultayında mərkəzi komitə üzvlüyündən namizəd göstərilən Tamara xanım növbəti 30-cu və 31-ci qurultaylarda mərkəzi komitənin birbaşa üzvü seçilib. Həmçinin Kimyaçıların Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətində yer alıb və partiya nümayəndə heyətinin tərkibində Rumıniya, Polşa, Çexoslovakiya kimi ölkələrdə beynəlxalq səfərlərdə olub. Bu gərgin və uğurlu fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, Əmək Rəşadəti medalı və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. Adı Azərbaycan KP MK-nın qərarı ilə Respublikanın Əmək Şöhrəti kitabına həkk olunub. Tamara xanım təqaüddə olmasına baxmayaraq, hər zaman aktiv ictimai həyat tərzi sürüb və öz təcrübəsini gənc nəslə ötürmək üçün Sumqayıt şəhər Veteranlar Şurasının sədr müavini kimi də fəaliyyət göstərib. Rufullayeva Tamara 30 iyul 2020-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin.